Salamlar, bugün instance of operatorunu öğrenəcəyik. Instance of JavaScript'te istifadə olunan bir operatordur. Nə işə yarayır? Hansı klassdan törəmə olduğunu sorğulayan bir operatordur. True və ya false qaytarır. İki dənə return'ü var. Burada nümunə üçün ilk olaraq belə bəsit bir nümunədən başlayacağıq. Sonra JavaScript'te istifadə olunmasından danışacağıq. Deməli, burada bir dənə heyvan klassı var. Bu heyvan klassının yerimək metodu var. Yəni sadəcə prosta klassdır və içində bir dənə metodu var. Bu metod əhəmiyyətli deyil. Növbəti olaraq isə bir dənə it klassı var. Həmin bu it klassı, baxın, extends JavaScript'də bir şeydən, bir klassdan törəmək deməkdir. Hansı klassdan törüyür? Heyvan klassından törüyür. Çünki it də heyvandır. Yəni real həyata biraz oxşar nümunə verdim də proqramlaşdırmadan, yəni ki, fərqli konseptlər yox, real həyatdan nümunələr verdim ki, rahat olsun. Ondan sonra pişik klası var. Həmin bu pişik klası da heyvan klasından extend olunur və burada hərəsinin yeni bir instansını yaratmışam. İndi əvvəl olaraq bundan bəhs eləyək ki, baxın, buradakı hər bir klass, yazdığım heyvan, it klası, pişik klası və yaxud yazdığım istənilən bir klass hamısı objektdən törüyür. JavaScript'dəki objektdən törüyür. Ona görə də biz, baxın, bu sorğunu eləsək, indi bu sorğu nə deməkdir? Ümumiyyətlə, instance of sorğusu necə yazılır? Birinci biz nəyi yoxladığımızı və hardan törədiyimizi yoxladığımızı yazmalıyıq. Ortasına da instance of yazmalıyıq. Yəni ki, İngilis dil cümləsi kimi heyvan, instance of, object, bu belə deyim, sual cümləsi kimi fikirləşin bunu. Bu şəkildə sorğulayırıq. Bu true verəcək. Baxın, bura heyvan yox. Mən əgər it də yazsaydım, bu bizə true qaytaracaqdı. Çünki любой klass, yəni istənilən klass daha doğrusu objektdən törəmədir. Ona görə də bu true verəcək. Bu qaydadır. İndi keçək daha maraqlı nümunəyə. Deyirəm ki, it instance of heyvan. Bu true qaytarır. Niyə? Çünki gördüyümüz kimi, baxın, it klassdır, heyvan da klassdır. Amma burada əsas məqam odur ki, it heyvandan törüyür. Baxın, yazmışam, class it extends heyvan. Yəni it heyvandan törəmə olduğu üçün instance of da bizə onu qaytarır. Buna görə də true verdi. Gördüyünüz kimi bu true qaytardı. Eyni zamanda bu pişik də bizə true qaytaracaq. Çünki pişik də heyvandan törəmə olaraq yazmışam kodda. İkinci nümunədə isə it instance of pişik yazmışam. Bu false verir. Bu niyə false verir? Çünki baxın, it və pişik ikisi də klassdır. Amma ki, bir-birlərindən törəməyiblər. Yəni real həyatda da it pişikdən törəmədiyi üçün və burada da mən extends, məsəl üçün iti yazanda bura extends pişik yazmamışam deyə bu false qaytarıb. Amma mən belə bir şey eləsəydim burada, buraya pişik yazsaydım, təbii ki, bu xəta çıxaracaqdı. Niyə? Çünki JavaScript'də yuxarıdan aşağı oxuyur. Bu olacaqdı true. Baxın, niyə true oldu? Çünki burada yazmışam ki, it pişikdən törəyib. Amma ki, bayaqki nümunədə isə belə yazmamışdım. Bayaqki nümunədə burada, bunu da kontrol edək, heyvan yazmışdım. Ona görə də bu false gəldi. İndi bu instance of'u başa düşməyiniz üçün bir nümunə idi. İndi burada iki dənə də JavaScript belə bir şey var. Array var, bir də obyekt var. Baxın, hər bir array'də bayaq klassda bu nümunədə verdiyim kimi objektdən törəmədir. Ona görə də array instance of object desəz, bu true verəcək. Həmçinin array instance of array desəz, bu array sinifi, bu da true verəcək. Çünki bu aydın məsələdir. Yəni array sinifində olur. Burada bir dənə boş array var, burada bir dənə boş obyekt var. Amma belə bir dənə də bir şey deyim. Məsəl üçün object instance of array deyəndə bu false verir. Baxmayaraq ki, array objectdir, amma bu obyekt həmin bu sinifdən törəməyib. Ona görə də, baxın, burada əsas məsələ törəməkdir. Hardan törədiyidir. Eyni şey, məsəl üçün, burada da ikisi də klassdır. Amma bir-birlərindən törəməyiblər deyə bu false verəcək instance of-da. Amma burada məsəl üçün, bir-birlərindən törəmə var. Burada da var. Amma burada bir-birlərindən törəmədikləri üçün bu yenə false verməlidir. Burada da yenə, bu da aydın məsələdir ki, obyekt həmin bu objektdən, objekt sinifindən törədiyi üçün instance of-da true qaytarır. Bu React-da istifadə olunur. Mənim qabağıma nümunə çıxmışdı bununla bağlı. props.children
yoxlayırdı. Props.children instance of array idisə, elə bil ki, verdiyi stringi plural, yəni cəm şəkilçisində eləyirdi, cəm olaraq eləyirdi. Əgər objectdirsə, yəni ki, bir dənə, belə deyim də, baxın, bir element varsa içində tək olmalıdır, düzdür? Əgər birdən artıqsa cəm olmalıdır. Bir dənə olanda object qaytarır. Amma bir neçə dənə olanda artıq bilirsiniz array olur. Həm array, həm object, baxın, belə deyim də, o nümunə belə verim. Props.children'ı yoxlayırdı. Burada məsəl üçün mən bura element yazsam, məsəl üçün 1, bunu nə belə yazdım? 1, 2 yazıram. Baxın, bu false gətirəcək. Bu yenə true gətirəcək. Amma orada obyekti yoxlayanda, baxın, bu nümunə olurdu. Sadəcə bir dənə olanda, bir element olanda obyekt kimi idi. Amma array olması üçün onun 2 dənə olmalı. Baxın, bu false verir, amma ki buna uyğun bir misal idi. Onu da irəlidəki videoda göstərəcəm. Props.children'la necə istifadə olunurdu instance of, o maraqlı nümunə idi. Bir də belə bir dənə bir şey var. İnsanlar çox vaxt qarışdırırlar bunu type of-la. Bunu da deyim ki, type of primitiv dəyərlər, yəni integer, string, boolean yoxlamaq üçündür. Instance of isə bu şəkildə törəməni yoxlamaq üçündür. Yəni ki, hansı klasslardan törəməni yoxlamaq üçündür. Bu video bu qədər. Növbəti videolarda artıq React-la bağlı dərslər deməyim, bu şəkildə belə deyək, spesifik yerlərin videosu gələcək. Məlumatların Props.children nümunəsi də yaxında gələcək. O da maraqlı mövzudur. Bugünlük bu qədər. Digər videolara görüşənədək.